Deməli, qartal mətni. Gündoğan tərəfdə dağlıq bir yer var. Burada dağlar elə ucadır ki, ağsaçlı zirvələrinə nə bir vəhşi heyvan qalxır, nə də adi quş qona bilir. Ancaq vüqarlı qartallar bu zirvələrdə bala çıxarır, onları böyüdüb qanad açmağı öyrədirlər. Bir uca dağ zirvəsindəki yuvada bala qartal böyüyürdü. Nə qədər ki balaca idi, başı üzərindəki ənginliklərə baxır, göylərdə süzən güclü qartalları həsədlə seyr eləyir və arzulayırdı. Böyüyüb qüvvətlənəndə mən də qocaman qartallar kimi göyün ən uca qatlarında süzəcəyəm. Uzun illər keçdi, qartalın qanadları möhkəmləndi. Şövqlə qıy vurub pərvazlandı. Bu sözlərinizin içərisində var pərvazlanmaq. Mən sözlərinizi unutmuşam deyil. İmtahana yaxın mən onun hamısını tək-tək hamınızdan soruşuram. Yəni keçən ildə elə elədi. Sadəcə mövzularımızın və sınaqlarımızın çoxluğu səbəbi ilə soruşa bilmirik. Amma yəni mütləq şəkildə imtahana yaxın mütləq soruşulur o. Yəni dedim ki, təkrarlayasınız. Qartalın qanadları möhkəmləndi, şövqlə qıy vurub, şövqlə sözdə var idi, böyük həvəslə deməkdir bilirsiniz. Gah göylərdə süzür, gah da mavi səmanın dərinliklərindən düzlərə, dərələrə şığıyırdı. İndi o qüdrətli dağın qarlı zirvəsinə qonanda arzulayırdı. Elə yüksəkliklərə qalxacağam ki, orada heç bir qartal süzməyib, qanadlarım möhkəmlənəndə ilk uçacağım yer doğulduğum yuva olacaq. Qartalın yaşadığı məkanda bütün dağlardan uca bir dağ vardı. Dağın başı dumana bürünüb, qamçılı şimşəklərlə bəzənəndə bütün ərazi çiskinliyə qərq olardı. Qartal həmin dağın uca zirvəsində özünə yer seçdi. Sonra həmin zirvədən də yuxarı qalxdı. Böyük qanadları ilə zirvəyə kölgə saldı. Bu zaman dəhşətli tufan qopdu. Qartalın yolunu çulğaladı ki, gücü ilə lovğalamasın. İndi qartalı tufanla döyüş gözləyirdi. Lakin qartal çoxdan idi öz gücünü göstərmək istəyirdi. Buna görə də geri çəkilmədi. Dəli tufan qızmış köhlənini çapdıqca qartalı da ağuşunda uzaqlara apardı. Zavallı qartal dağlardan uzaq düşdü. İnsan yaşayan vadilərin üzərindən uçub keçdi. Yorğunluğunu azacıq almaq üçün taqətsiz halda yerə indi. Bunu görən insanlar qartala tor qurub onu bir qəfəsə saldılar. Onun qabağına yeməklər qoyuldu, su verildi. Amma qartal özünü qəfəsin divarlarına çırpır, caynaqları ilə məftilləri didir, qanadları ilə sütunları vururdu. Dimdiyi qopdu, sinəsi al qana batdı, amma qartal qəfəsdən qurtulmaq savaşını dayandırmadı. Qəfəslərdəki digər quşlar insanların qartala necə qayğı göstərildiyini, qartalın isə bu qayğıya biganə qalmasını görüb təəccüblənir və onu anlaya bilmirdilər. Qartal getdikcə halsızlaşırdı ya da yazmaq olar. Lakin azadlığı əlindən almış qartal bütün bunlara baxmayaraq xilas olmağı bacarır və əngin səmalara geri dönür. Qısacası burada yəni kölə insanlardan və kölə təbiətli insanlara və köleliyə alışmayan insanların fərqini göstərmək üçün bunu heyvanlar üzərindən göstərir. Baxırıq 371-ci suala. Deyir, nə dəqiqdir, nə ehtimaldırsa, bunu yerinə yazılanların doğrularını müəyyən edin. Deməli, qəfəsdəki digər quşlar da təbii fəlakətin qurbanı olmuşdu. Bu ehtimaldır uşaq, dəqiq bilmirik. Bəlkə elədir, bəlkə səhvən gəlib düşüblər insanların əlinə, onu deyə bilmərik. Qartalın yaşadığı məkanda insan yaşamırdı. Bu düzdür. Çünki deyir ki, zavallı qartal dağlardan uzaq düşdü, insan yaşayan vadilərin üzərindən uçub keçdi. Deməli, o əvvəl orada olmurdu da, bu 100% dəqiqdir. Qartalın azad olmağı insanları məyus edir. Bu ehtimalda ola bilər ki, azad olandan sonra pis olsunlar. Qartalı başqalarına nümayiş etdirmək məqsədi ilə tutub qəfəsə salmışdılar. Bu da ehtimaldır. Ola bilər ki, zooparka salacaqdılar. Ola bilər ki, şəklini çəkmək istəyirlər. Ola bilər ki, üstündə hər hansı bir elmi tədqiqat aparmaq istəyirlər. Yəni, bunu dəqiq deyə bilmərik, ehtimal. İnsanlar qartala yaxşı qulluq edirdilər. Bəli, çünki orada deyir ki, qəfəslərdəki digər quşlar insanların qartala necə qayğı göstərdiyini, bu qayğıya biganə qalmasını görüb təəccüblənirdilər. Demək, yaxşı qulluq eləyirmiş ki, təəccüblənir də digər quşlar. Bu dəqiqdir. İndi mənə deyir ki, doğruları seç. Doğrudursa, dəqiqin altdan dəqiq götürürəm. Ehtimalın altdan ehtimalı götürürəm. Olur 2-4, cavab olur A variantı. 372. 1, 2, 3. Uyğunluğu müəyyən eləməliyik. Əlbəttə ki, pərvazlanmaq var, süzmək var, şığımaq var. Şığımaq bir növün hücum etmək kimi bir şeydir.
hücum etməkdir, şığımaq. Görürsüz, burada hücum etmək var. 3-ə deməli nə yazacağam? D yazacağam. 3-ə D yazacağam. Sonra pərvazlanmaq qanadlanmaqdır. Qanadlanmaqdır. Ona görə 1-ə yazacağam A. Sonra süzmək isə sakit-sakit uçmaqdır. Ona görə 2-də yazacağam B. ABD var. Ona görə burada da cavab olur düzgün variant D variantı. Sonra mətndə tünd qara hərflərlə verilmiş cümlənin üslubu xüsusiyyətlərinə əsasən doğru fikir. Mətnimiz bədii üslubdadır. Həmin cümlə də bədii üslubun xüsusiyyətlərini özündə daşıyır. Ona görə deyir, bir varlığa məxsus əlamət başqasının üzərinə köçürülüb. Deməli, dağın başı dumana bürünüb qamçılı şimşəklərlə bəzənəndə bütün ərazi çiskinliyə qərq olardı. Deməli, bir əlamət başqasına köçürülmək demək metafordur. Dağın başı bəzənə bilməz. Elə bu metafordur, köçürülmə var. Bir düzdür. Bütün sözlər deyir poetikdədir, xeyr. Məsələn, dağ sözü poetik funksiya daşımır. Ona görə 2 səhvdir. 2 səhvdirsə A getdi, D getdi, C getdi. Mənası hamı tərəfindən başa düşülən sözlər işlənir. Yəni, terminoloji yoxdur. Bu da düzdür, terminoloji yoxdur. İnsan həyatı ilə təbiət hadisəsi qarşılaşdıraraq 2 zidd anlayış verir. Təzad yoxdur. İnsan həyatından söhbət getmir axı burada. Ona görə 4-də səhvdir. Təbiət haqqında poetik təsəvvür yaranır, düzdür. Təbiət də dumanlıdır, şimşəklidir, çiskinlidir. Təbiət haqqında təsəvvür formalaşır. 1-3-5 düzgün cavab olur B variantı. Bu oldu 373. Yəni ki, burayla bağlı bir sual yoxdur. Keçsin 374-ə. Deyir, mətndə altına xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənanı ifadə edir? Burada deyir ki, vəhşi heyvan qalxır. Burada dağlar elə ucadır ki, Ağsaçlı zirvələrinə nə bir vəhşi heyvan qalxır, çıxır da, yəni bu mənada belə deyək. Bütün salondakılar ayağa qalxdı, iş dəxli var. Xəstəxananın arxasındakı meydançadan səs-küy qalxdı, yox. Tənbəl adamın qalxacağı bir mövqe yoxdur. Bu məcazi mənadadır məsələn. Qulam teleqramı yazan Ağsaçlı kişinin yanına qalxdı. Yanına çıxdı deyə bilirsən. Pilləkənlərlə yanına çıxır. Burada da heyvanlar dağın zirvəsinə çıxır. Çıxmaq mənasında işlənib D variantı. Qartal haqqında hansı fakt mətndə öz təsdiqini tapmır? Deyir ki, yuvaları əlçatmaz yerdə olur, düzdür. Güclü və geniş qanadları olur, düzdür. Səmada ən yaxşı hərəkət qabiliyyətinə müsahib quşlardan biridir. Bəli, süzürlər, pərvazlanırlar falan yazmışdı. Onları tabe etmək çətindir. Bu da düzdür. Çünki baxın, insanlara heç tabe olmadı da. O deyir, qısa müddət ərzində yetkinliyə çatır. Cavab olur D variantı. Məsələn, yetkinliyə çatmasından deyir ki, yoxdur burada. Böyüməyi nə var, amma demir qısa vaxtda, yoxsa neçə vaxtda. Bala qartal deyir, uzun illər keçdi. Baxın. Uzun illər lazımdır, qısa vaxt yox. Ona görə elə D səhvdir. Qartalın qanadlarının yəni necə deyək, böyüməsi üçün, qartalın özünün yetkinliyə çatması üçün uzun illər lazımdır. Qısa müddət ərzində yetkinliyə çatır səhv. Gəldik çıxdıq 376-ya. Deyir mətndə yəni fikir yazmaqla cümləni tamamlayın. Qartal getdikcə zəifləyirdi, yaza bilərik. Çünki orada deyir ki, istəmirdi, amma gücdən düşür. Qartal getdikcə gücdən düşürdü, lakin azadlığı əlindən almış qartal bütün bunlara baxmayaraq xilas olmanı bacarır və əngin səmalara geri dönür. Ya da nə bilim, zəiflədiyi hiss olunurdu, getdikcə zəifləyirdi, getdikcə halı pisləşirdi. Halı pisləşir insana aiddir, tam oturmur. Zəifləyirdi yazmaq, gücdən düşürdü yazmaq daha düzgündür. Taqətdən düşürdü, gücdən düşürdü, zəifləyirdi. 300 gəldik 77. Üçbucaq, kvadrat, dairə və romb. İnformativ yoxsa poetik? Bunları seçməliyik. Birinci üçbucaq idi. Dağın zirvəsi uşaqlar həqiqidir. Məcazidə yaza bilərsiniz ki, məsəl üçün,
Yaza bilərik ki, nə bilim, yorğunluğun zirvəsini yaşamaq ola bilər. Şöhrətin zirvəsini yaşamaq ola bilər. Nə bilim, məsələn üçün sənətkarların həyat və yaradıcılığın zirvəsi olan əsərlər var. Məsələn deyirəm ki, İblis faciəsi Hüseyn Cavid yaradıcılığının ən zirvə məqamlarından biridir. Bu zaman məcazi olur. Yəni üçbucaq burada həqiqi informativdədir, poetikdə dediyim cümlələrdir. Sonra gəlirik kvadrat qızmış. Qızmış köhlən, bu məcazidir. Yəni beyni sönmüş anlamında da bir növ belə deyək. Həqiqi mənada qızmış su ola bilər, qızmış dəmir ola bilər. Belə qızmış plata ola bilər. Zirvəyə çatmaq o qədər asan deyil. Bəli, məcazda götürmək olar onu. Yəni mənasında. Məsəl üçün yaxşı vəzifə məsələn o mənada deyirsən, okey. Olar. Sonra qızmış köhnəni dedik ki, başım məcazda həqiqidə qızmış dəmir, qızmış su, qızmış odun məsələn ola bilər və s. Sonra tor. Tor burada həqiqidir, uşaq, həqiqətən tor qururlar. Məcazda yaza bilərəm ki, mən onun yalanlarına inandım və toruna düşdüm, məsələn. Hiylə toru, kimisə toruna düşmək, insanın toruna düşmək məcazidir. Sonra qartal necə qayğı göstərmək? Qayğı göstərmək məcazidir. Ona görə poetikaya yazacaqsınız quşu. Həqiqidə yazacaqsınız, yəni informativdə yazacaqsınız ki, mən ona torun çəkici var. Torun çəkici nədir? O həqiqi mənadadır, sən yazdığın. Tor mətndə həqiqidir deyə. Sən poetikdə işlətməlisən toru. Ki, məsəl üçün, kimisə toruna düşmək. Bax, o baxımdan dediyim kimi. Səhv yazmısan. Qayğı göstərmək mətndə məcazidir. Həqiqidə olur, məsələn, mən şəkilləri dostuma göstərdim. Ya da nə bilim, mən işdə olan şəkillərimi dostuma göstərdim. Dostumun nişan şəkillərinə dostum nişan şəkillərini mənə göstərdi. Ya toy şəkillərini mənə göstərdi belə. Sonra yəqin ki, aydın məsələdir. Mətnin əsas hissəsində məntiqi uyğunsuzluq yaradan cümləni müəyyən edib yazın. Seçiminizi əsaslandırın. Burada bayaq oxuyanda hiss elədim. Orada deyir ki, ilk uçacağım yer, doğulduğum yer olacaq. Nəsə elə bir şey vardı. Öz-özünə deyir ki, elə də yazıb. Deyir, qanadlarım möhkəmlənəndə ilk uçacağım yer, doğulduğum yer. Bu adam nə idi? Bu qartal zaten doğulduğu yerdən çıxır da. Bir də təzə niyə ora uçsun ki? Doğulduğu yerdən də yuxarı yerlərə uçmaq istəyir. Yəni, qısacası yazmalıyıq ki, həm də burada bilirsiniz niyə uyğunsuzluq yaradır? Deyir, qartalın qanadları möhkəmləndi. Düzdür? Qartalın qanadları уже möhkəmləndi. Şuhudi keçmiş zamanda möhkəmləndi. Bu niyə belə bir arzu eləsin ki, təzənə qanadları möhkəmlənəndə ilk uçacağım yer, doğulduğum yer olacaq? Yəni, ona görə biraz bura şübhəli. Yəni, yazırsınız ki, əsaslandırma əslində belə olmalıdır. Yazıb qartalın qanadları möhkəmləndi. Sonra da qartalın əgər qanadları möhkəmlənibsə, o niyə yenidən qanadları möhkəmlənəndə öz doğma yerinə uçacağı ilə bağlı, doğulduğu yerə uçacağı ilə bağlı bir iddia irəli sürsün ki, əsaslandırma belə olmalıydı. Bilməlidir. Yadınıza düşüb yazmısınız, yoxsa yox. 379. Xüsusiyyət. Xüsusiyyət deyəndə uşaqlar söz yazılır. Məsələn, qartal azadlığına düşkündür, əzmlidir, ondan sonra qürurludur. Yəni, qüruruna sığışdırmır kiməsə tabe olmağı, qürurludur, əzmlidir. Azadlıq sevərlik yazırıq da biz buna. Azadlığına düşkün yaza bilərsiniz ya da azadlıq sevər yaza bilərsiniz. İnsan uşaqlar çox vəhşidir, yəni. İnsan vəhşidir. Dözümlü yazmaq olar, bəli. İnsan zalımdır. Çox vulqar çıxmasa yazaram vəhşi. Mən yazardım, məsələn, imtihanda vəhşi yazardım.
Sonra zülmkar, yazıq qartala itin zülmünü verirlər. Digər quşlarda kölə, tabeçi, cəsarətsiz yaza bilərik. Cəsarətsiz, köləliyə meyilli yaza bilərik də. Aciz və belə. Gördünüz? Hərəsini 2-3 dənə yazsaz bəsdir. İndi görək siz nə yazırsınız. Çata yazırsınız elə bir tərəfdən. Deməli, dözümlü qəddar. Bu nədir yazmışsan? Anlayışsız olar. Digər quşlar quşdular. Qartal nədir bə? Özdə qusdular yazıbsan. Mən onu qusdular kimi oxudum. Qusmaq kimi. Qartal da quşdur. Amma biri də quşdur. Xüsusiyyət deyil, axı xüsusiyyət. İrəli getməkdən geri gedirsiniz. Qartal səhv düşür. Deməli, digər quşlar cəsarətsiz, kölə, aciz, insan, zalım, vəhşi, zülmkar, anlayışsız, okeydir. Zəhimli nədir? Zəhimli demək istəyirsən yəqin ki. Zəhimli biraz belə əsəbi deməkdir. Məncə yox. Əzimli yazsan okeydir, zəhimli yox. Əzimli. Sən sözləri qatıbsan, Zəhimli bir sən nədir? Qaşqabağı yer süpürən. Qartal elə deyil də orada. Sonra. Çox getdim, mən. Çox getdim. Çox getdim. Nə çox getdim, Belə getdim. Hara gedib çıxmışam. 40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır. Babək. Bəli. Yazırsınız ki, bu fikri mətndəki qartal obrazı ilə əlaqələndirmək olar. Digər quşların cəsarətsizliyi, acizliyi, qorxaqlığı qarşısında qartal onlar kimi qul kimi yaşamağı deyil də, ölsə də azad ölməyi və azad yaşamağı seçir. Və mübarizəsi nəticəsində azad olub öz missiyasını yerinə yetirməyə davam edir. Nə qəşəng cümlə qurdum. Xoşuma gəldi. Siz də yəqin bu cür əlaqələndirmisiniz, ümid edirəm. Çünki əlaqələndirmə sualları artıq rahat. Sözünüz, sualınız varmı bununla əlaqəli? Qartal tutan kimi çabalayır ki, çıxsın və sonra insanlar azad edir. İnsanlar azad eləmir, özü azad olur, Ayelcan. İnsanlar azad eləmir, özü titibi azad olur. Sən mətni səhv başa düşürsən. Bu da belə.